Bizim bugünkü dərsimiz maddi aktivlərin amortisasiyası haqqında olacaqdır. İlk öncə gəl baxaq ki, amortisasiya nədir? Yəni biz amortisasiya müxtəlif təriflə verə bilərik. Məsələn, yəni bizim dilimizdə bu köhnəlmə kimi tərcümə edilir. Yəni bu amortisasiya anlayışı uzun müddət aktivlərlə bağlıdır. Həm maddi aktivlər, həm qeyri-maddi aktivlərlə, həm də əsas vəsaitlərlə bağlı. Yəni məsələ nədir? İstənilən bir bu bina olsun, kompüter olsun, kondisioner olsun, nəqliyyat vasitəsi olsun və digərlər olsun, onlar istifadə edildikcə başlayırlar köhnəlməyə. Köhnəlməsi dolayı yolla nə deməkdir? Dolayı yolla onun xərcə silinməsidir. Ona görə də amortisasiya, məsəl üçün, deyə bilərlər ki, məsəl üçün, əsas vəsaitin dəyərinin faydasının da müəyyən müddət üzrə xərcə silinməsi kimi də tərif verə bilərlər. Məhsula özlərinin hissə keçirilməsi kimi tərif verə bilərlər. Nə deməkdir məhsula hissə keçirilməsi? Tutaq ki, biz deyək ki, çörək istehsal edirik. Çörək istehsal edəndə təbii ki, bunu qızması üçün soba lazımdır. Bu sobada nə qədər dəmirdən də olsa qızdıqca başlayacaq köhnəlməyə və öz dəyərinin hissəsi azaltmağa. Təbii ki, çörəyin tutaq ki, un filan, onun xam mal olaraq dəyəri 30 qəpiyə başa gəlirsə, 5 qəpikdə onun amortisasiya xərcindən onun üzərinə qoyurlar. Adətən gördünüz, məhsulun üzərinə qoyurlar ki, məhsulun mayyələrini doğru hesablamaq üçün. Adətən bunu necə edirlər? İllik amortisasiyanı tapırlar, məsəl üçün. Təqribən görürlər ki, məsələn, 360 günə, bir günə düşən məbləğ tapırlar və onda istehsal edilən çörəyin üzərinə neçə qəpik başa gəlir, ona əlavə edirlər. Yəni, bu cür. İndi görək, bununla bağlı bizə hansı anlayışlar lazımdır? İlk öncə bizə 4 göstəricidən asılıdır bu amortisasiyonu hesablamaq. Birincisi, ilkin balans dəyəri. İlkin adından görə, ilkin balans dəyəri nə deməkdir? Yəni, balans deyilən ağla gələn ilk nədir? Balans hesabatıdır. Yəni, bunun bir avadanlığın balansda dəyər nə qədər? Ona görə ilkin balans dəyəri deyirlər. Və yaxud ilkin balans dəyəri anlayışına o ki, məsələn, biz qayməylə bir şey alırıqsa, avtomatik onu gətirib balansa salır. Balansa salmaq nə demək? O aktivlərdə yer tutur deyin. Ona deyirlər ki, ilkin balans dəyəri. İkincisi, faydalı istifadə müddəti. Faydalı istifadə müddəti bizə nə üçün lazım? Yəni, bu nə qədər istifadə ediləcək? Bu, müəssisənin öz tərəfindən də müəyyən edilə bilər, nə qədər istifadə ediləcək. Məsələsi, elə bir avadanlıq ola bilər ki, o texnik pasportudur, orada nəzər tutula bilər. Üçüncü, qalıq balans dəyəri. Qalıq balans dəyəri o ki, ilkin balans dəyərindən amortisasiya xərcin çıxdıqdan sonra qalan hissəyə deyilə qalıq balans dəyəri. Ləğvətmə dəyəri nədir? Ləğvətmə dəyəri o ki, biz onu tam istismar elədikdən sonra, biz onu əlavə olaraq tam istismar etdikdən sonra bir dəyəri qalır. Məsəl üçün, soyuducudur. Soyucunun 10 il istifadə eləmiş, axırda metalon qiymətli bir dəyəri qalır və üçüncü əl qiymətli bir dəyəri qalır. Ona deyirik, onun ləğv etmə dəyəri. Çünki o ləğv etmə nə deyilmir? Adından görün, ləğv etmə nə deməkdir? O ləğv etmə dəyəri o deməkdir ki, onun vasitəsilə həmin avadanlıq balansdan silirik. Qalıq balans dəyərinə nə aiddir? Yəni, bu, görürsünüz, qalıq balans dəyəri olsun, cəmi amortisasiya məbləği olsun, ləğv etmə dəyəri olsun. Üçü birlikdə bizi verir ilkin balans dəyəri. Yəni, qalıq balans dəyəri o ki, indi biz onu qarşıda bir metod keçəcəyik, azalan qalıq metodu. Orada daha rahat başa düşərsiniz. İndi keçək amortisasiyanın hesablanması metodlarına. Biz amortisasiyanın hansı metodlarını hesaplamaq olar? İki əsas metodumuz var. Təcrübədə istifadə edilən. Bunlardan bir düz xət metodudur, ikincisi azalan qalıq metodudur. Düz xət metoduna İngiltə streamlined metodu deyirlər.
Düz xətt metodu məsələn deyir ki, nümunə üçün baxaq. 2024-cü ildə 45 manatlıq avadanlıq alınır. Və avadanlığın da faydalı istifadə müddəti 5 olaraq qiymətləndirilir. Bu nə deməkdir? Bu deməkdir ki, biz 45-i 5-ə bölürük və bilirik ki, hər ilə nə qədər ki 9000 və bərabər məbləğdə olur. Bu metodun xüsusiyyəti nədir? Bu metodun xüsusiyyəti odur ki, hər ilə düşən amortisasiya məbləği eyni olur. Ancaq düz xətt metodunda ləğv etmə dəyəri əvvəlcədən müəyyənləşdirilə bilər və sonradan müəyyənləşdirilə bilər. Ləğv etmə dəyəri nədir? Yenə deyim. Avadanlıq amortisasiya olunduqdan sonra müəyyən qədər onun sonda bir dəyəri qalır. İkinci əl, üçüncü əl satmaq üçün bir dəyəri qalır. Yəni metalon qiymətini satmaq üçün bir dəyəri qalır. Onu deyir ləğv etmə dəyəri. Məsəl üçün, deyək ki, öncədən müəyyənləşdirilsə düsturumuz necə olacaq? O zaman ilkin balans dəyərinə ləğv etmə dəyərini çıxıb, sonra böləcəyik faydalı istifadə müddətinə. Məsələn, biz hesablayacağıq ki, 5 il sonra bunu təqribən bu qiymətə sata bilərəm. Təqribən 45 mindən 5 min çıxacaq, böləcəyik, eləcək 40 min. Cəmi 40 min. 40 min də 5-ə böləcək 8 min. Yəni, ləğv etmə dəyəri öncədən çıxanda hər ilə düşən amortizasiya məbləği az olur. Görürsünüz, orada 9 mindir, burada 8 mindir. Bir də var, azalan qalıq metodu. Bu nədir? Bu metodun xüsusiyyəti ondan ibarətdir ki, avadanlığın ilkin dəyərindən, yəni ilkin balans dəyərindən sabit faiz dərəcələrin çıxılması yoluna müəyyən edilir. Bunun əvvəlki metoddan fərqi nədir? Düz xətt metodundan fərqli olaraq, burada ləğv etmə dəyəri əvvəlcədən deyil, hesablama sonunda müəyyən edilir. 1. İkincisi, düz xətt metodunda hər ilə düşən amortisasiya məbləği eyni olur. Ancaq bu metodda isə birinci ildən etibarən növbəti illərdə amortisasiya məbləği getdikcə azalmağa başlayır. Sonra üçüncü məsələ ondan ibarətdir ki, həm düz xətt metodunda, həm azalan qalıq metodunda birinci illərin amortisasiya məbləği bərabər olur. İndi baxaq, görək hesablama mexanizmi necədir. Birinci odur ki, nümunəmiz də olacaq, baxacaq orada. Tutaq ki, fərz eləyək ki, avadanlığın istifadə müddəti 5 ildir. Biz neyini? İlkin balans dəyərini hesablanmış illik amortisasiya çıxacaq, sonunda bir rəqəm alacaq. Birinci il. Bu birinci il sonunda aldığımız rəqəm bu bir dəyər aldı. O ikinci il başlanğıcı olacaq. Təkcə bundan da illik faiz çıxacaq, ikinci il sonunda bir rəqəm alacaq. O ikinci il sonunda aldığımız rəqəm üçüncü ilin əvvəli olacaq. Təkcə bundan da eyni bir faiz çıxacaq, sonra alacaq üçüncü ilin. Üçüncü il üzrə qalıq balans dəyəri. Bunda da aldığımız bir rəqəm növbəti ilin başlanğıcı olacaqdır. Yəni, bu cür davam edəcəkdir. Aydındır. İndi biz nümunəyə baxaq. Görün nə deməkdir. Tutaq ki, fərz eləyək ki, avadanlığın ilkin balans dəyəri 10.000 manatdır. Faydalı istifadə müddəti 5 ildir. Təbii ki, düz xətt metodunu eləsəydik, nə olacaqdır? Biz 10.000-i böləcəyik 5-ə, hər ilə 2.000. Hər biri hər yerə 2.000 düşəcək. Fərz eləyək ki, avadanlığın amortisasiya norması 20%-dir. Bu amortisasiya norması 20 də ola bilər, 25 də ola bilər. Yəni, bu binada məsələn, vergi məcəlləsinə görə daha azdır. 7%-dir. Kompüterdə 25%-dir. Yəni, bu fərqlərin əsas vəsaitlərin növlərindən təsdifatının asılı olaraq fərqlənir. Biz bu dərsdə ona toxunmayacağıq çox. Niyə? Bu vergi ilə bağlı olan təlim mövzusudur. İndi baxaq, tutaq ki, 10.000-dir. Biz nə edəcəyik burada? 10.000. Burada ilk olaraq, bax, 10.000-lə fərz edək 20%-dir. 10.000 çıxılsın, 10.000-in 20%. Nə qədər qalacaq? 10.000 20% 2.000 elədir. Burada qaldı 8.000. Gördünüz, həm düz xətt metodundan da, həm də azalan qalıqda da birinci il amortisasiya məbləği oldu 2.000. Niyə? 10.000-dən buradan 10.000 çıxıcı, 10.000-in 20% elə 8.000 qalıq qaldı və 2.000 də amortisasiya gedir. Amortisasiya.
Bax bu 8000 sonda qalıq balans dəyəri alınır. Bax buna deyilir qalıq balans. Bu ikincinin əvvəli bundan başlayır. Artıq yenə 8000 çıxılsın 8000-in 20%. Bu elədir 1600. 8000-dən 1600 çıxanda qaldı 6400. Dedim mən 1600 getdi amortisasiyaya. Təkrar ikinci ilin sonunda aldığımız 6400, üçüncü ilin əvvəli başlanğıcı olur. 6400-dən yenə 6400 çıxılsın 6400-ün 20%. Yenə qaldı 5100. Burada da amortisasiya oldu 1280. Fikir versin. Bununla bunun cəmi 10.000-i verir. 1600-lə 6400 8000-i verir. 1280-lə 5120 6400. Bu cür davam edir. 4-cü ildə yenə 5120 ilə başlayır. Onda 20%-ni çıxanda qalır 4096. Sonra yenə 5-ci ildə 4-cü il gəl 5-ci ilin başlanğıcı olur. 4096-nın 10-20%-ni çıxanda qalır 3276 80 gəlir. Bu nə deməkdir? Yəni biz onun müəssisənin uçot siyasətini nəzərdə tutmuşuqsa, bu 5 il müddəti var. Bunda nə olacaq? Sonda bir rəqəm qalacaq. Amortisasiya olunduqdan sonra qalan rəqəmə nə deyirlər? Ləğv etmə dəyəri deyirlər. Ləğv etmə dəyəri. Buna deyir, buna deyir ləğv etmə dəyəri. Fikir versin, ləğv etmə dəyəri üstə gəl. Bütün amortisasiyaların cəmi bizə verir cəmi avadanlığın qiyməti. Məsələn, 3776 üstə gəl, məsələn, 6732. Toplayana cəmi bizə 10.000 verir. İlkin balans dəyərini verir. Burada fikir deyilsin, burada bir illi üzrə amortisasiya xərci var, bir də hesablanmış amortisasiya var. Yəni, biz onu növbət dərs daha detallı keçəcək. Yadda saxla ki, amortizasiya ilə bağlı 2 dənə hesab var. Biri var amortizasiya xərci, bir də var hesablanmış amortizasiya. Yəni, necə ki, biz əməliyyatları eləyəndə hesablama metodu üzrə həm xərcin yaradır, həm öhdəliyin planlayıdır. Necə ki, əmək haqqı xərci, əmək haqqı öhdəlidir, kommunal xərc, kommunal öhdəlidir. Bu cür elədiyimiz kimi amortizasiyada da belədir. İlk anda amortizasiya xərci, hesablanmış amortizasiya. Fərqi nədir? Hesablanmış amortizasiya, bu hesab əks aktiv hesabdır. Nə deməkdir? Bu demək ki, o hesablanmış amortizasiya aktiv hesabdır. Amortizasiya xərci xərc hesabdır. Yəni, aktivlərdə yer alacaq, ancaq əks olacaq. Əks aktiv hesab olacaq. Məsələn, dividend hesabı kapitalda yer alırdı, ancaq əks kapital hesabı kimi olurdu. Niyə? Çünki o kapital hesabı adi kreditdə artıb debetdə azalan, ancaq o tam tərsinə idi. O debetdə artıb kreditdə azalan idi. Biz onun davamın gələn dəfə davam edəcəyik. Düsturumuz gözsüz bunun kimi olacaq. İlkin balans dəyəri bərabər oldu. Cəmi yığılmış amortisasiya üstəcə ləğv etmə. Yəni, cəmi yığılmış nədir? 5 il üzrə bu qədərdir. Bu 5 il üzrə bu qədər eləyir. İli 6732. Bu da ləğv etmə. İkisi birlikdə bizə verir avadanlığın son yəni ilkin balans dəyəri. Gördünüz? Cəmi yığılmış amortisasiya üstə ləğv etmə dəyəri bərabər ilkin balans dəyəri. Yəni, birinci ildə olan adətən fərqləndirmə ilkin balans dəyəri deyirlər. Fikir versin, burada da yazdım. İlkin balans dəyəri, bu ilkin balans dəyəri. Gördünüz? Növbəti illər olduqca, növbəti ilin sonunda qalan məbləğə deyirlər, qalıq balans dəyəri. Yəni, qısacası, ilkin balans dəyəri bərabərdir, cəmi amortisasiyaların məbləği üstəcə ləğv etmə dəyəri.